Salam aleyküm əziz izləyicilər. Bugünkü avtomobilimiz Q7 flagship versiyadır. Avtomobil 1.5 turbodur. Bugün avtomobil haqqında məlumat verəcəyik. Həmçinin yan servislə bu avtomobildə göstərilən xidmət haqqında da məlumat verəcəyik. Deməli, avtomobilin multimedia sistemi haqqında məlumat verəcəyik. Həmçinin avtomobil start-stopsuz versiyadır. Sadəcə torunuza basıb avtomobili işə sala bilərsiniz. Deməli, ilk olaraq avtomobilin əsas hissəsi belədir. Avtomobil yuxarıdan aşağı etdikdə qısa menü yolu açır, hansı ki avtomobil işığını buradan artırıb azalda bilərsiniz. Avtomobildə oturarkən avtomobil sönümlü olmalı isə bu OK düyməsinə basıb, bu hissədən OK düyməsinə bassanız avtomobili tamamilə söndürə bilərsiniz. Memory clean avtomobildə proqramları istifadə etdikcə, hansı ki bu hissədən YouTube Waze istifadə etdikdən sonra bu hissəyə basmanız məsləhətdir. Bu oturacağı backup, yəni geri hissə, bu hissə driving, hansı ki sürücü yaddaşında olan hissəyə qaytar. Deməli, Viper hissəsi hansı ki avtomobil şüşələridir. Manual, hansı ki avtomobilin sükanında bu hissədən istifadə edərək şüşələrini işə sala bilərsiniz. Auto, yağış yağarkən öz avtomat işə düşür. Bu hissə onun hissiyatlarıdır. 1, 2, 3, 4, 5 olmaqla hissiyatlar var. Close isə avtomobil tamamı sönüdür. Bütün hissələr özü əlizdədir. Son şerit hansı ki avtomobilin yuxarısında olan pərdəni açır. Həmçinin bağlaya bilərsiniz. Shield lock hansı ki uşaq rejimidir. Arxa, sağ və sol qapılar açılmır. Full tank benzin bakın açılmasıdır. Trunk hansı ki bagajın. Windows lock yalnız siz sürücü tərəfdən idarə etməklə güzgüləri açıb bağlayır. Bu hissə güzgüləri qatdalayır. Yox, bu hissə güzgülərin hansı ki nastroykasıdır. Bu hissə sağ və sol sükanın bu hissəsinin düyməsilə güzgüləri nastroyk edə bilərsiniz. Ambiyans işıqları bu hissədən basıb açıb və bağlaya bilərsiniz. Geoplot hissəsi isə avtomobilin bu yuxarıda olan monitor hissəsidir. O haqqında da məlumat verəcəm. Bu hissə sağ sürücü tərəfinin istirahət, film və makyaj rejimləridir. Bu hissə isə ekranın soyuq, sarı və digər rəngləri çevirmək üçündür. Headlight, əsasən bunlar istifadə olunanda avtomatikdədir. Hansı ki qaranlıq olanda işıqlar yanır, işıqlı olanda isə işıqlar sönür. Bu hissə head-up'ın sarı və ağ rəngə çevrilməsidir. Sürücü sükanının qızdırılması. Bu isə asta sürətdə səs verməyinin bağlayıb və açmaq üçündür. Rear Viper arxa şüşələrinin açılmasıdır. Bu isə arxa şüşələrinin su vurulmasıdır. Arxa dumanlı. Bu hissəyə basdıqda isə gördüyünüz kimi belə bir balaca bir ikonka açılır. Hansı ki avtomobilin arxa tərəf görüntüsünü göstərir. Center mod. Center mod istifadə etmək üçün ilk olaraq flash kart lazımdır. Avtomobilin gördüyünüz kimi aşağıda bu hissəsində ikinci yerə flash kart taxırsınız və bu modu açırsınız. Avtomobil sönülü olarkən belə video registrator edir, hansı ki flash karta. Screen off sadəcə belə monitoru söndürür. Bu güzgüləri qatdalayır və açır. Car wash mod Azərbaycanda çox istifadə edilməyən moddur. Bunu istifadə etməyə çox da məsləhət görünmür. Screen angle sürücü tərəfinin sürücü monitorunun daha doğrusu sağ və sol hissəyə çevirmək üçündür. Və gələk avtomobilin əsas menüsünə. Avtomobilin əsas menüsü zəngindir, bütün funksiyalar mövcuddur. İlk olaraq başlayıraq bu sürücü və bayaq bu göstərdiyim hansı ki bu hissədə olan avtomobilin yaddaşda olan oturacaq hissəsi və backup hansı ki istirahət rejiminə çevirir. Bu hissə avtomobilin qapısını açarkən oturacaqların arxaya qabağa getməyini bağlamaq üçün. Bu ikisini bağlayarsınız və burada hansı ki özünüzə uyğun yaddaşa qoyursunuz oturacaqları və bunlar bağladıqdan sonra qapını açıb bağlasanız belə sistemka oturacaqlar tərpənmir. Bu hissə avtomobilin sükanının hansı ki bu hissələrində olan ulduz düymələrinin hansı məsələn avtoparkovkanın açılması, aşağı sürətdə gedən sürətlərin sürətdə gedəndə səsin bağlayıb açılmaq üçündür. Bu hissəyə istədiyiniz bir şey qoya bilirsiniz. Deməli, bu isə avtomobilin güzgü nastroykalarıdır. Gördüyünüz kimi bu sol, bu sağ. Həmçinin avtomobil kilidlənərkən güzgülərin bağlanması üçün olan hissədir. Bu zaryadkaya qoymaq üçün olan hissədir. Avtomobildə yəni metal bir şey olarsa bu hissədə və yaxud telefon qalarsa sizə məlumat verir. Bu hissədə göstərdiyim hansı ki arxa şüşəsindən su vurulması, arxa şüşəsinin aktiv olması və arxa şüşəsinin su vurulması hissəsidir. Və həmçinin bu hissədə isə avtomobil geri hərəkət etdikdə arxa şüşədən avtomatik olaraq dayanır. Buralar avtomatik işıqlandırmadır.
Hansı ki, buradan öz manual olaraq da istifadə edə bilirsiniz, amma avtomatikdə qalmaq ən məsləhətdir. Bu hissə, gördüyünüz kimi, o hissədə avtomobilin işıqlarını hansı hissəyə qədər vurmağını istəyirsinizsə, o hissəyə qədər qaldırırsınız. Ən məsləhətli yenə hayırdır. Bu iki hissəni açmanız o qədər də məsləhət deyil, çünki avtomatik olaraq özü yuxarı aşağı eləyir. Bu, həmçinin avtomatik olaraq yuxarı aşağı eləmə funksiyasıdır. Follow me home. Avtomobil qapılarını bağladıqdan sonra 10 saniyə, 15, 30 və 60 saniyə avtomobilin işıqları yanlı qalır. Həmçinin bu avtomobilin qapılarını açarkən sizi qarşılama işıqlarıdır bu hissələrdən. Həmçinin səs və işıqlar, məsələn, birini göstərək. Belə bir qarşılama işığı var. Həmçinin ambiyans səsi, avtomobilin ambiyans səsi musiqi ritmi ilə həmçinin özü istədiyi rəngləri qoya bilir. Belə bir rəngləri çevirir. Custom hissəsində isə özü istədiyi rəngi qoya bilirsiniz. Flash, avtomatik işığın yanıb sönməsi. Bracing, nəfəs alma kimi, yəni çox asta-asta sönür və çox asta-asta açılır. Multicolor isə bu rəngdən bu rəngə kimi istədiyiniz rəngləri özü avtomatik çevirir. Bu hissə isə ambiyansın işığının artırıb azaldılması üçündür. Keçək qapılar və güzgülər. Windows Lock hansı ki, bu yuxarıda olan hissədir. Hansı ki, bir dəqiqə. Windows Lock bu hissədir. Bunu özünüz edə bilərsiniz ki, yalnız arxa sağ pəncərə açılmasın, yalnız arxa sağ və sol pəncərə açılmasın və yalnız bu hissə açılmasın. Uşaq rejimi, həmçinin burada seçdiyiniz kimi, yalnız sol açılmasın, sağ açılmasın və yaxud belə nastroykalar edə bilərsiniz. Bu hissə isə qapılar bağlandıqdan sonra, qapılar yox, daha doğrusu güzgüləri burada Windows Lock etdikdən sonra yalnız sürücü tərəfindən açılmalıdır. Up Auto When Operating, hansı ki, avtomobildən uzaqlaşarkən avtomatik qapı bağlanır. Bu hissə onun üçündür. Bu hissə yaxınlaşarkən avtomatik qapıların açılmalıdır. Bu isə parkinqə atdıqda avtomatik olaraq avtomobil kilitdədirsə, kilidi avtomatik olaraq açır. Bu, bagajın açılma dərəcəsidir. İstədiyiniz dərəcəyə qoya bilirsiniz. Bu isə avtomobilin qapıları bağlanarkən avtomatik pəncərənin yuxarı qalxmasıdır. Bu isə yağış yağarkən avtomatik pəncərələri yuxarı qaldırılmasıdır. Drive Control avtomobilin rejimləri modudur. Ən əsas olan hissə budur. All Intelligence avtomobilin benzin və batareya, hansı bu elektrik 20%. Bu hissənin ikisində istifadə edir. Pure Electric Priority avtomobilin həm təmiz tokundan istifadə edir. Bu hissə açılmazsa benzinə keçmə ehtimalı olur. Amma bu hissə açılarsa avtomobil tam olaraq tam elektrik rejimində sürülür. Full Priority rejimi, hansı ki, avtomobilin benzin rejimidir. Bu hissə açılmazsa avtomobil benzinə hərəkət edilir. Lakin bu hissə açılarkən benzinlə istədiyiniz faizi qoya bilirsiniz. Hansı ki, avtomobil benzinlə geçsin və 50%-ə kimi tok yığsın. Burada avtomobilin gücü, hansı ki, komfort, standart və sport rejimləri var. Enerji recovery modu ən məsləhəti 20-də qalmalıdır. Səbəbi də odur ki, avtomobili 180 qoyduqda, avtomobil 100, 110, məsələn 60-70 km/saat hərəkət etdikdə avtomatik olaraq sürəti azaldır. Hansı ki, bu hissə 20-də qalsa daha məsləhət. Avtomobilin amortizator sistemi, komfort, standart və sport rejimləri qoya bilərsiniz. Strength Style avtomobilin hansı ki, tormozlanma, baxın görürsünüz burada brake mod. Bu da yenə 37-də, 35-də qalsa daha məsləhətlidir. Bu isə tam avtomobilin stabil işləməyi üçün və yaxud light işləməyi üçündür. Buradan basıb avtomobilin zavaskoy ayarlarını, yəni nastroykalarını qaytara bilərsiniz. Snow mod qış rejimidir. Avtomobil qarda hərəkət edərkən bu rejimi qoyursunuz. Elektron brake parking avtomobilin ruchnoyudur. Hansı ki, baxın, avtomobil D rejimindədir. Bu ruchnoyu da atmaq istəyirəmsə bunu qoyursunuz və avtomobil D rejimində qalır. Auto hold, hansı ki, avtomobilin kəməri taxılır və tormuza bas saxladıqdan sonra yalnız qaz verəcəklər, sonra avtomobil işə düşür. Gəlin bir hissəsini göstərim. Gördüyünüz kimi bu işarət düşür və yalnız qaz verdikdən sonra avtomobil hərəkətə keçir. Comfort braking avtomatik özünün avtomobilin tormozlanmasıdır. Elektron stabilizasiya, hansı ki, bu sürüşməyin qarşısını alır və bu hissələr hansı ki, ən açılmayacaq məsləhətsiz olan hissələrdir.
Adaptive Cruise, LAN və Navigating Cruise. Navigating Cruise ümumiyyətlə Azərbaycanda işləmir. LAN Control Cruise avtomobilin yol üzrə, xəttlənmə üzrə hərəkətidir. Adaptive Cruise isə sadəcə qarşıdakı avtomobilin maniyəsini görür və onunla ara məsafə saxlayır və sürət artırıb azaldır. Yenidən məsləhətçisi budur. Speed Limit Assist. Bu avtomobil 120 km/saat kimi bunu açdıqdan sonra 120 km/saat məsələn 80, 88, yəni avtomobilin belə deyim sizə yolda olan qanuna uyğun məsələn 60 km/saat, 70 km/saat qanuna uyğun hərəkət edir və bunu açarsınız avtomobildə burada hər hansı məsələn yol nişanı 60 km/saatsa avtomobil 60 km və ya 65 km/saat ərzində hərəkət edir avtopilotda. Bu isə yoldan çıxdıqdan sonra avtomobilin sizə məlumat verməsidir və sürəti azaldır. Hansı gördüyünüz kimi bu hissədir. 60-dırsa, 88-də gedirsə sizə məlumat verir. Bunların ikisini bağlamaq məsləhətdir, amma məndə açıq qalır, çünki mən avtopilotdan istifadə etmirəm. Bu avtopilotun kilometrajıdır. Məsələn, avtopilotda mən qoyduğumdan maksimum 20 və yaxud mən qoyduğumdan maksimum 10 km/saat aşağı düşsün. Yenə də bu ən məsləhətçi sıfırda qalmağıdır. Bu isə əlavə hansı ki funksiyalardır, standart olsun və ya tam dəqiq işləsin. Və avtomobilin hansı ki qrafik və soundlar versin. Burada hər hansı bir ikonkalar çıxsın və səs çıxsın. Avtomatik tormozlanma və səsləndirmə. Avtomobilin qarşısına maneə çıxarkən, baxın belə sizə göstərim. Hansı gördüyünüz kimi burada uşaq çıxır, bu hissədə məlumat verir və buna basarsanız yalnız səs verəcək, buna basarsanız yalnız tormozlanma olacaq, buna basarsanız yalnız tormozlanma və səs olacaq. İstəsəz bunu bağlaya da bilərsiniz. Avtomobil sizə məlumat verir və burada off işarəsi açıq qalır. Bu isə time off range. Early tam vaxtında məlumat verir. Standart rejim biraz gecikmə ola bilər. Delayed tamamilə gecikməsiz. Bu isə yenə həmişəki variantda, məsələn, qarşınızda bu asta sürətdə gedərkən olan bir şeydir. Arxadan velosiped keçir və avtomatik avtomobil tormozlayır. Bu da warning, braking, həmçinin səsləndirmə. Braking səsli forma, braking yalnız tormuz idi, warning and braking həm səsləndirmə, həmsə tormozlanma. Bu da məsləhətçi ilə warning and braking-də qalmalıdır. Emergency light keeping, yəni avtomobildən yoldan çıxarkən sağda hər hansı bir avtomobil olarsa, avtomobil icazə vermir. Gördüyünüz kimi bu hissəyə çəkir, bunu da aça bilərsiniz. Yalnız bunlar Azərbaycan ölkəsi üçün təhlükəli olan bir şeylərdir. Lava change assistant odur ki, avtopilotda olarkən avtomobildə power tıkı sağa vurursunuz və avtomobil avtomatik olaraq gördüyünüz kimi bu hissəyə keçir. Burada avtomobil olarsa keçmir. Reming metod. Bu sizə həm səsləndirmə verir, gördüyünüz kimi bu hissədə işıq yanır, həmçinin işıq və səs də verə bilər. Həmçinin işıq və vibrasiya da verə bilər. Yenə də bu ən məsləhətçisi lightdə qalmalıdır. Bu hissə dediyim kimi tez, standart və gecikməsiz olan hissədir. Land Departure Assistant hansı ki bu hissələrdən sürərkən tapdalanarsa, baxın bu hissədə də göstərəcək. Bu hissə tapdalanır və avtomobil yenidən o bir tərəfə hərəkət edir, hansı ki tam yoluna düzəldir. Bu da səs, vibrasiya və səs vibrasiya verməkdir. Yenidən məsləhətçisi vibrasiyada qalmaqdır. Bu hissələrin nastroykalardır. Bu hissələri tamamilə dəyişməmək ən məsləhətlidir, çünki bu çox təhlükəli ola bilər. Sürücü ekranının sağ və sola hərəkəti. Bu hissəni açarsınız, avtomobilə oturursunuz və avtomatik olaraq monitor ses tərəfə çevrilir. Bu monitorun açılmağı üçündür. Avtomobildə sizə zəng gələrkən, hansı ki bunu açsaz, Bluetooth-la qoşularaq sizə zəng gələrkən Çinli asistantın səsi və qoşulan mahnı avtomatik olaraq dayanır, həmçinin kondisioner sürətində azaldır. HUD avtomobilin head-up hissəsidir. Bu head-up-ınız işləmirsə bunu açaraq head-up aktivləşdirə bilərsiniz. Bu orada xəritənin, nə bilim, bu ikonkalarını görsənmək üçün əməsəçiyində də normaldır. Bu head-up'ı yuxarı aşağı və dərəcəsini sağa və yaxud sola qaldırmaq üçündür. İşıqların, head-up'ın işığını artırıb azaltmaq üçündür. Bu, gördüyünüz kimi bayaq göstərdiyim kimi sarı və ağ rəngdə olur. Ekran işığını artırıb azaltması, bu isə qaranlıq olanda ekran işığını öz avtomatik azaldır və işıqlı olanda avtomatik işıqları biraz qaldırır. Display mod, avtomobil ağ və qara rejimləri var. Ekranın avtomatika qoyulursa avtomobil avtomatik olaraq işıqlanır. Bu yenə də sarı, ağ rejimlər. İşıqlı, hansı ki tekstlər, böyük və balaca hissələr. Bu hissəni seçdiksə böyük olur, bu hissəni seçdiksə standart olur.
Clear Cleaning Mode avtomobilin bayaq burada göstərdim, hansı ki bu hissədə olan memory cleanup üçün bir şeydir. Sound avtomobilin mediası, voice assistant style səsi, navigator, Waze, Yandex navigator və varsa əgər onun səsi, call isə zəklə gələn məlumata. Alarm sound hansı ki avtomobil sizə bildirişlər verərkən low, medium və high gəlmək üçündür. High ən yüksək sürətdir gördüyünüz kimi. Bu isə low. Avtomatik olaraq qapılar açılarkən musiqinin səsini aşağı alır. Navigatora qoşulduqda isə yenə də avtomatik olaraq mahnının səsini aşağı. Bu sonrası daha məsləhətlidir. Bu isə avtomobilin səs rejimləridir. Bu haqda, yəni burada dəyişsəz belə avtomobildə səsləndirmə çox fərq etmir. Mən özüm üçün qoymuşam, məsələn, burada kalem siyah, bu hissələrin üçündə açırsınız bunu və bunu qoyursunuz, avtomobilin heç olmasa səs keyfiyyəti daha yuxarı olur. Connected Bluetooth hissəsidir, avtomobili Bluetooth'a qoşmaq üçündür. Yeni cihaz əlavə etmək istəsə Bluetooth açırsınız və burada öz Bluetooth tapırsınız. Wi-Fi hissəsi yenə də avtomatik qoşulur. Bir dəfə qoşulur, məsələn biz bir dəfə qoşulmuşuz, avtomatik olub bu Wi-Fi-yə qoşuldu. Bu hissədə Wi-Fi-lər açılır, həmin Wi-Fi-lər qoşub parol yazıb daxil ola bilərsiniz. Bu hissə avtomobildə sim kart varsa, əgər sizə uyğundur, avtomobildən hotspot açırsınız və telefonda avtomobilin Wi-Fi ilə istifadə edə bilirsiniz. Bu, yəni sizə göstərim, 4G şəbəkəsi olan avtomobillər üçün, yəni avtomobildə sim kartı olanlar üçündür. Bu və bu. Heç bir istifadəyə önəmli deyil, yəni istifadə edə bilmirsiniz. Sistem hissəsi avtomobil gördüyünüz üçün 1.5 versiyadır. Sistem Play'də basıb avtomobilə gələn yenilənmələr haqqında məlumat ala bilərsəm, lakin mənim avtomobilimə yenilənmə gəlməyəcək, çünki ən son versiyadır. SD kart avtomobildə yoxdur. Sistem reset ən çətin olan məsələ avtomobildə olan bütün master account funksiyalarını və digər funksiyaların hamısını itirir. Security rejim isə towing mod, avtomobil evakuator rejimidir. Bu hissəni qoşaraq avtomobil evakuatora mindirə bilərsiniz. Avtomobil xodda olub benzinlə xodlamağını istəyirsinizsə bu hissəni aça bilərsiniz. Məsələn, benzinlə xodladım, istəyirəm avtomobil benzinlə xodladım, istədim toka keçirməyə, bu hissəni açırsınız və avtomobil toka keçir. Bu hissə dediyim kimi car wash moddur, avtomobilin yuma rejimidir. Bu yuma rejimi avtomobil Azərbaycanda istifadə edilmək çox uyğun deyil. Front wiper gördüyünüz kimi bunu açır və yenidən geri qaytarır. Skylight isə arxanı açır və geri qaytarır. Bu hissə özünü basaraq avtomatik onu öz etməyini istifadə edə bilərsiniz. Driving permission. Avtomobil sizə məlumatlar verir, tez-tez mesajlar ötürür. Həmçinin bu uzun yol məsafələri üçündür. Uzun yolda sizə məlumatlar verir ki, çox sürürsünüz, istirahət edin və yaxud da belə gözləriniz yorulur, artıq deyənin belə məlumatlar vermək üçündür. Driver karbürator və passenger karbürator, hansı ki bunları istifadə etməsəniz daha məsləhətlidir. Bu sizin özünüz üçün avtomobil sistemkasını tənzimləyir, sizin boyunuza uyğun. Baxın məsələn. Sunshade karbürator, bu isə yuxarını açıb bağlamaq üçün karbürasiyadır. Bu da yenə də özünün avtomatik özündə olan bir şeydir. Vision monitoring, avtomobil xodlanarkən monitor avtomatik olaraq bu hissədə açılır. Hansı ki proqramların hissəsində bu hissədə yox, bu hissədə açılır. Əgər bunu açsanız. Keçək avtomobilin bu hissəsinə. Bu hissəsinə integrated parkingdir, avtomatik parklanmadır. Bu hissəni qoşursunuz, avtomobili sürürsünüz. Burada P hərfləri çıxır, hansı ki avtoparkovka edə biləcəyiniz yerlərdir. P işarəsini basıb start parkingə basdıqdan sonra avtomatik parkovka avtomatik olaraq açılır. Bu panoramik kameralardır, bütün hissələr buradadır. Zadniyə atarkən güzgülərin aşağı inməyini istəmirsə bu hissəyə basıb bunu bağlamalısınız. Drive recorder, hansı ki video registratorda avtomobil hal-hazırda video registrator edir, hansı ki bu hissəni görürsünüzsə deməli video registrator edir. Kamera içərinin kamerasıdır. Album hissəsi video registrator edilən yerlərin albumu deyil. Album hissəsini əgər siz də bax mənim üçün belə bir şəkil qoymaq istəyirsə, flash kartla maşına şəkil atırsınız və bu yuxarı hissədən wallpaper düyməsini seçərək özü üstünü nastroyk edib və apply-yə basırsınız. Account hissəsi avtomobildə accountu göstərir. Məndə hal-hazırda master account var. Energy center avtomobil enerji centridir. Avtomobil toka qoyularkən 32, 16 və 10 amperajlı yığmaq üçündür. Parking çər avtomobil xodlu olarkən, amma tokla yox, benzinlə xodlu olarkən. Həmçinin benzin çox olmalıdır. Hansı ki benzin çox olmalıdır və tok 80%-dən aşağı olmalıdır. Ona görə bu funksiya məndə hal-hazırda işləməyəcək. Energy computing Total Pure Electric bu hissə təmiz tokla gedilən rejimdə 2858. Bu hissə isə 5000 km, hansı ki benzinlə 5000 km yol sürmüş.
Telefon hissəsi gələn zənglər Bluetooth-a qoşularkən buradan nömrəni zəng edib nömrəyə zəng edə bilirsiniz. Maintenance avtomobilin bir növ öz içində olan diaqnostikasıdır. Bütün hissələr normaldır. Sentry mod bayaq göstərdim ki, flash kart taxısı avtomobil axşam vaxtı olanda belə avtomobil xodda olmasa belə registrator edir. User manual, waypaper və bu hissə bu kitab proqramlarıdır. Avtomobilə YouTube-u qoşmusunuz, telefondan Bluetooth-a qoşub mahnı qoşmusunuz. Əgər mahnı oxumursa, Bluetooth müzik hissəsinə girib buradan mahnını açmaq lazımdır, aktivləşdirmək lazımdır. USB müzik flash kartla mahnı oxutmaq üçündür. Top House avtomobilin öz rəsmi App Store-dur. Buradan da çox şey istifadə olunmur. Weather hava proqnozudur. Bu da Azərbaycanda istifadə olunmur. Bu hissələrdən tam məlumatım yoxdur. Bu hissədə də əlavə heç bir şey yoxdur. Demək olar ki, With Code Driver sağ monitor və əsasən sağ monitor və sağ sürücü oturacağına aid olan bir şeylərdir. Oturacağın yaddaşı, relax, hansı ki sinema modu və makyaj rejimi bayaq dediyim kimi. Device Management buna yeni cihazlar əlavə etmək istəyirsinizsə, hansı ki Wisdom və bu hissə kondisionerin, hansı ki multimedia sisteminə idarə etmədən kondisioneri əl ilə, düymə ilə istifadə etmək üçündür. Olan cihazlar üçündür, hansı ki buna qoşmaq olur bu hissədən. Music Light Show avtomobili çöldən, hansı ki, baxın gəlin sizə göstərim. Avtomobili çöldə işıqlandırmaq üçündür. Mən burada bir neçə dənəsini qoymuşam. Yox. Gəlsən heç eləməmişəm, tapım. Yoxdur. Hansı buradan avtomobildə polisə basırsınız. İnterior içəri işıqları və digər hissələr. Bu 1.5 versiyasında aktiv deyil deyə məndə olmur. Hansı ki bu 1.2.2, 1.4.0 və 1.4.1 versiyasında işləyir. Stinka nastroykasını da içəridən edə bilərsiniz. Sürücü tərəfinin nastroykası və pilot tərəfin sağ oturacağın nastroykası. Headlight Projector. Avtomobil projektor hissəsi. Gördüyünüz kimi avtomobilin monitorunu proyeksiya edərək çölə ötürür. Buradan istəsəz Google-a girib, YouTube-a girib o hissədə izləyə bilirsiniz. Həmçinin projektoru qoşduqdan sonra bu hissəyə basıb bağlaya da bilirsiniz. Bu və bu. Bu çox da elə istifadə olunan bir şey deyil, lakin yenə də göstərim Çin dilindədir. Avtomobildə olan səsli asistantdır. Bu hissədə master account-unuz varsa seçirsiniz, aktivləşdirirsiniz, lakin Wi-Fi-yə qoşul deyə aktivləşmir. Əsas olan məsələləri izah etdim. Bu hissələrdə istədiyiniz ikonkaları əlavə edə bilirsiniz. Məsələn, mən bura benzin, uşaq rejimi və digər şeylər əlavə etmişəm. Siz istəsəniz burada uşaq rejimini seçib benzin ikonkasını bura əlavə edə bilərsiniz. Yenə bunu silirik və uşaq rejimini bura əlavə edirik. Avtomobildə olan bütün demək olar məlumatları sizə verdim. Avtomobilin master account açdırmaq istəsəz və yaxud yağ dəyişmək istəsəz, elə birazdan avtomobilin yağı ilə haqqında məlumat verəcəm. Keçəndə avtomobilin yağ və digər xidmətləri haqqında olan məlumatları. Avtomobil flagship versiya olduğuna görə avtomobil turbo motorlu, turbo mühərrikli. Ona görə avtomobilə 0.20 Paçolu, Tuzlas və mühim yağları 0.20'sini tökmək daha məsləhətdir. Flagship versiyadan olan digər versiyaların hamısına 0.16 yağ tökmək daha məsləhətdir. Avtomobilə öz rəsmi zavodun olan yağ filtrləridir. Avtomobilin üzərinə böyük yağ filtri çıxarsa, böyük yağ filtrə çıxarsa, kiçik yağ filtrə dəyişmək daha məsləhətdir. Flagship versiyası üçün olan hava filtri və digər versiyalar üçün hava filtrləri mövcuddur, həmçinin salon filtrləri də mövcuddur. Bütün modelinə və markasına asılı olmayaraq Çin avtomobillərinə xidmət göstərir. Yağ dəyişmə, master account, dil, proqram və s. bütün xidmətlər mövcuddur. Həmçinin istəsiniz avtomobilə SIM kartı quraşdıra bilərik. Qiymətlərə maraqlanmaq istəyənlər bu hissədə olan nömrə ilə əlaqə saxlaya bilərlər. Sağ olun, salamat qalın. İnşallah gələcək modellər haqqında sizə məlumat verəcəyik. Sağ olun.